Salam əziz şagirdlər. Bugün biz sizinlə cümlə tamamlama testlərindən 100-dən digər testləri işləyəcəyik. Deməli, bilirsiniz ki, 11-ci sinif 2-ci hissə topluluq testlərində cümlə tamamlamaya yeni əlavə testlər əlavə olunub. Ona görə də biz onlara sizlərlə bir yerdə baxaq. Başlayaq 100-cü sualdan. Biz bilirik ki, cümlənin ortasında bağlayıcılardan sonra köməkçi hissəsi gəlmir. Yəni belə deyək də, cümlənin ortasında bağlayıcılardan sonra mübtəda plus xəbər olmalıdır. Ona görə biz baxırıq birinci sualda görürük ki, yəni cümlənin ortasında sual cümləsi qurulmur. Biz yalnız sual sözlərində, sual cümlələrində köməkçi hissəsi mübtəda plus xəbər verə bilərik. Amma cümlənin ortasında cümlə tamamlama testlərində isə adi nəqli cümlə necə qururuq? Mübtəda plus xəbər. Bu da elə olmalı idi. Ona görə bir yanlışdır. İkinci suala baxıram, görüm ki, düzgün cavabdır. Çünki what sual sözü, ondan sonra yəni bağlayıcıdan sonra ay mübtədadan sonra da xəbər verib, heç bir problem yoxdur. Üçüncü sualda da zət bağlayıcısından sonra ay mübtədadan sonra da xəbər verib, heç bir problem yoxdur. Amma 4 yanlışdır, çünki who sual sözündən sonra, yəni who bağlayıcısından sonra köməkçi hissəsi gəlməz. Mübtəda plus xəbər olmalı idi deyə yanlışdır. Cavabımız olacaq 2, 3, B variantı. 101-ci suala baxırıq. A variantı yanlışdır. Bağlayıcıdan sonra köməkçi hissəsi gəlməz. B variantı düzgün cavabdır. C variantında whether bağlayıcısından sonra do köməkçi hissəsi gəlib. Biz cümlənin ortasında köməkçi hissəsini mübtədadan əvvələ keçirdə bilmərik. Ona görə C də yanlışdır. Ask plus zət olmaz deyə D və Y variantları da yanlışdır. 102-ci suala 102-yə baxırıq. Ask plus zət olmaz. Ona görə A variantı yanlışdır. Say feilini harda gördüksə, ümumiyyətlə say feili özündən sonra həmişə to tələb eləyir. Ona görə burada said to me olmalı idi. B variantı da yanlışdır. Told that. Ümumiyyətlə yadımızda saxlayaq ki, told, yəni onun keçmişidir, tell'in keçmişidir. Biz heç vaxt told və tell'dən sonra birbaşa zət verə bilmərik. Yəni tamamlıq plus zət ola bilər. Told me zət deyə bilərik, tell me zət deyə bilərik. Amma told zət və yaxud da tell zət desək, bu ifadələr yanlışdır, düzgün deyil. Ona görə C variantı yanlışdır. D variantı düzgün cavabdır. Y variantında da he said baş cümləmiz keçmişdədir deyə burada has talked yox, had talked olmalıydı deyə Y variantı da yanlışdır. 103-ə baxırıq. Ask zət olmaz. A variantı yanlışdır. Tell zət dediyimiz kimi olmur. Want da plus zət olmaz. C variantı da yanlışdır. Baxırıq. D düzgün cavabdır. Y variantında da mürəkkəb tamamlıqda biz keçmişik ki, ask 3-cü qrup feillərə aiddir və 3-cü qrup feillərdə tamamlıqdan sonra to, do olmalı idi. Amma burada do verib, to-suz feil verib deyə Y variantı da yanlışdır. 104-cü suala baxırıq. A variantı səhvdir. Told zət olmaz. Said to me olmalı idi. B variantı da yanlışdır. Y variantı düzdür. C variantı düzgün cavabdır. D variantında said to me olmalı idi. Yanlışdır. Ask plus zət olmaz deyə Y variantı da yanlışdır. Ona görə cavabımız olur C variantı. Baxaq 105-ci suala. 105-ci sualda biz bilirik ki, ask plus zət olmaz. A variantı yanlışdır. Sonra keçirik bu tərəfdə. B variantında said to me olmalıydı. B variantı yanlışdır. C variantında told that, tell that variant olmaz. Ümumiyyətlə yanlışı gəlməz. C də yanlışdır. D variantı düzgün cavabdır. D variantına baxaq bir dəqiqə. Job, Lucy told me if. D düzgün cavabdır. Y variantında da ki told me if yox zət olmalıydı. Y variantı da yanlışdır. 106-cı suala baxırıq. A variantı səhvdir, çünki warm feili 3-cü qrup feillərə aiddir və me not to eat olmalıydı. A variantı yanlışdır. B-də də həmçinin. B variantı düzgün cavabdır. Dəqiqə. A variantında want me not to eat olmalıydı. A variantı yanlışdır. B düzgün cavabdır. C variantında said to me olmalıydı. Yanlışdır. Told to me, ümumiyyətlə told və yaxud da tell feilləri heç vaxt tell və told onun keçmiş zaman formasıdır. Told. Onlardan sonra biz heç vaxt to sözünü verə bilmərik. Yanlışdır.
Baxırıq, deməli, dəqiqə. Hə, burada Y variantında da ki, the doctor advised me not to eat olmalıydı deyə Y variantı da yanlışdır. Cavabımız olacaq B variantı. 107-ci suala baxırıq. A variantını saxlayaq. Y variantında she told that biz bilirik ki, tell və tolddan sonra that işlədilmir. Said to me olmalıydı. D variantı yanlışdır. C variantı da yanlışdır. Say if ifadəsi ümumiyyətlə yanlışdır. B variantı da səhvdir. Cavabımız olacaq A variantı. Ümumiyyətlə yadımızda saxlayaq ki, saydən sonra if işlədilmir. 108-ci suala baxırıq. 108-də Y variantında told that olmaz. D variantında ümumiyyətlə bu direct and indirect speechlərdə biz this movie yox, that movie verə bilərik. Onlar dedi ki, onlar o filmi xoşladılar, bu filmi xoşladılar deyə bilmərik. Ona görə D variantı da yanlışdır. C variantında da this movie yox, that movie olmalıydı. A variantında da yenə də this movie yox, that movie olmalıydı. Cavabımız olur B variantı. 109-cu suala baxırıq. Told me that saxlayaq. B variantı yanlışdır. Çünki said burada keçmiş zamandadır, has indiki zamanda olmur. Ask will that olmaz. C variantı yanlışdır. Sonra said keçmiş zamandadır, finish'in edi yoxdur. D variantı da yanlışdır. Y variantı düzgün cavabdır. Y variantı düzgün cavabdır. A variantında told keçmiş zamandadır, finish isə indiki zamanda, zaman uzlaşması düzgün deyil. 110-cu suala baxaq. 110-cu sualda baxırıq ki, burada said that she will. Baxaq. Bir dəqiqə. Told me that she will come tomorrow. 110-cu suala baxırıq. 110-cu sualda burada would varsa tomorrow olmamalıydı. Next day olmalıydı. The next day. Ona görə A variantı yanlışdır. B variantında said keçmiş zamandadır. Burada will yox, would olmalıydı. B variantı da yanlışdır. Told that ifadəsi ümumiyyətlə yanlışdır. C variantında çıxırıq. D variantında düzgündür. D variantını götürürük. Y variantında da said keçmiş zamandadır. Burada will yox, would olmalıydı. 111-ci suala baxırıq. Ask plus that olmaz. A variantı yanlışdır. Deməli, said will yox, would olmalıydı. B variantı da yanlışdır. Told that olmaz. C variantı da yanlışdır. Y variantında da told that verib deyə yanlışdır. Cavabımız olur D variantı. Davam eləyək 112-ci sualına. 112-ci sualda baxırıq. 112-ci sualda told that olmaz. A variantı yanlışdır. Say to him olmalıydı deyə B variantı da yanlışdır. Deməli, C variantı düzdür. D variantında told him to be olmalıydı. Yəni burada to olmalıydı. Çünki cümlə mürəkkəb tamamlıqda 3-cü qrup feillərdə told feili özündən sonra to-lu feil tələb edir deyə D-də yanlışdır. Və ümumiyyətlə Y variantı da yanlışdır. İ şəxs əvəzinin adlı qaldı və biz bilirik ki, şəxs əvəzinin adlı qalandan sonra ancaq belə deyək də zamana düşən bir xəbər verməliyik. Yəni bir xəbər veririk də belə deyək. To-lu feil olmaz. Ona görə Y variantı da yanlışdır. Cavabımız olacaq C variantı. 113-də success feili və biz bilirik ki, success və comment feilləri bir-birlərinə eynidirlər. Yəni success-də özündən sonra ing, yəni gerund tələb edir. Və success feilindən sonra biz heç vaxt tamamlıq verə bilmərik. Baxırıq. 113-cü sualda success as verib, tamamlıq verib deyə A variantı yanlışdır. Success-dən sonra ing-li feil gəlməlidir, gerund gəlməlidir deyə B variantı da yanlışdır. Zət gələ bilər, success plus zət verə bilərik, amma zətdən sonra cümlə olmalıdır. Yəni mübtada plus xəbər gəlməlidir. Burada ing-li feil verib deyə C variantı da yanlışdır. D düzgün cavabdır. Y variantında da success-dən sonra ing-li, yəni visiting olmalıydı deyə Y variantı da yanlışdır. Ümumiyyətlə, success feili özündən sonra ya biz gerund tələb edir, ya da ki, zət plus cümlə tələb edir. Amma zətdən sonra gələn cümlədə mütləq ya indiki zamanda olmalıdır, ya da ki, modal feil, should modal feilindən istifadə olunmalıdır. 114-də baxırıq. Burada yenə də success-dən sonra to gəlib, bilirik ki, yanlışdır.
Ayıncılı feil gəlir, gerund gəlməlidir. B düzgün cavabdır. Z düzgündür. Sadəcə olaraq burada went var. Went keçmiş zamandadır. Biz bilirik ki, success feili keçmiş yox, indiki zamanda o tələb edir zətdən sonra gələn cümləni. C yanlışdır. D variantında tamamlıq almır. Success feili özündən sonra tamamlıq almır deyə D də yanlışdır. Burada da ümumiyyətlə success go olmaz, going olmalı idi deyə Y variantı da yanlışdır. 115-ci sualda baxırıq. Deməli, A variantında success we took, bilirik ki, success sözündən sonra take olmalı idi deyə A variantı yanlışdır. Özündən sonra tamamlıq almır deyə B variantı da yanlışdır. Advice olarsa, mürəkkəb tamamlıqda ikinci hissədəki feili biz to'lu götürməliyik. Yəni burada to take olmalı idi deyə C də yanlışdır. Advice to take olmalı idi deyə D də yanlışdır. Cavabımız olur Y variantı. 116-cı sualda baxırıq ki, success feili özündən sonra to tələb eləmir. A variantı yanlışdır. Advice feilindən sonra biz to forget verməli idik deyə yanlışdır. C variantında o da to forget olmalı idi deyə C də yanlışdır. Success feili özündən sonra to'lu yox, ayıncılı, yəni gerund tələb eləyirdi. D də yanlışdır. Cavabımız olur Y variantı. Advice, advice-dan sonra da to'lu feil gəlib deyə düzgün cavabdır. 117-yə baxırıq. Ask, get, stop, to stop olmalı idi. A variantı yanlışdır. C variantında success özündən sonra dedik ki, tamamlıq almır. C variantı da yanlışdır. Order me to stop olmalı idi. D də yanlışdır. Ask not to stop olmalı idi. Çünki ask özündən sonra to'lu feil tələb edir deyə yanlışdır. Cavabımız olur B variantı. Davam eləyək. 118-ci sualına. 118-də baxırıq ki, order not to lock. Yəni biz order feilindən sonra məstər veririk, ayıncılı feil vermirik deyə A variantı yanlışdır. B variantında ask to lock olmalı idi deyə B də yanlışdır. Warned me to lock C variantı düzgün cavabıdır. Warned me to lock olmalı idi. Çünki warn 3-cü qrup feillərə aiddir və orada özündən sonra to'lu feil tələb edir. D yanlışdır. Y variantında da biz bilirik ki, burada bağlayıcıdan sonra mübtəda plus xəbər gəlməlidir, amma bunlar bağlayıcıdan sonra birbaşa xəbər veriblər deyə Y variantı da yanlışdır. 119-a baxırıq. Biz bilirik ki, ümumiyyətlə bağlayıcılardan sonra cümlənin ortasında köməkçi hissəsi gəlməz. Ona görə A variantı yanlışdır. C variantında where was verib, yəni he mübtədadır, was keçir mübtədadan əvvələ. C variantı da olmaz. When və what time bağlayıcılarından sonra biz heç vaxt have, has, yəni indiki bitmiş zaman götürmürük. D variantı da yanlışdır. Yerdə if-dən sonra had verib deyə yanlışdır cavab. B variantı. Biz cümlənin ortasında əvvəldə dediyim kimi mübtədanın köməkçi hissəsi mübtədadan əvvələ keçirdə bilmərik. 120-yə baxırıq. Want to know that olmaz. B variantı yanlışdır. Did, yəni biz bağlayıcıdan sonra köməkçi hissəsi verə bilmərik cümlənin ortasında. A variantı da yanlışdır. C-də where do verib deyə yanlışdır. Y variantında da ki, where-dən sonra həfəz işlədilmir deyə yanlışdır. Cavabımız D variantı olacaq. 121-də baxırıq. If had verib, yəni köməkçi hissəsi mübtədadan əvvələ keçib deyə A variantı yanlışdır. B-də when-dən sonra had köməkçi hissəsi gəlib. Ask plus that olmaz. C variantı yanlışdır. When-dən sonra həfəz işlədilmir deyə Y də yanlışdır. Cavabımız olur D variantı. Ask plus that olmaz. C variantı yanlışdır. B variantında when-dən sonra had verib. When David had olmalı idi deyə B də yanlışdır. D-da if had verib. If David had olmalı idi deyə D də yanlışdır. When və what time-dan sonra həfəz işlədilmir deyə Y də yanlışdır. Cavabımız olur A variantı. 123-cü suala baxırıq. Ask plus that olmaz. C variantı yanlışdır. When-dən sonra have, has işlədilmir. B də yanlışdır. Where cümlənin ortasında yenə deyirəm, bağlayıcılardan sonra biz köməkçi hissəsi verə bilmərik. O D yanlışdır, Y yanlışdır deyə cavabımız olur A variantı. 124-də ask plus that olmaz. C variantı yanlışdır. Və də bağlayıcısından sonra have köməkçi hissəsi gəlib. Z mübtədadır, have keçir mübtədadan əvvələ. Y variantı da yanlışdır. Where-dən sonra have, has işlədilmir deyə B də yanlışdır. Arada where-dən sonra had köməkçi hissəsi gəlib deyə A variantı da yanlışdır deyə cavabımız olur D variantı. Davam edirik 125-ci sualına. 125-də baxırıq, deməli.
4 yanlışdır. Nəyə görə? Çünki who bağlayıcısından sonra is köməkçi hissəsi gəlib. Nick mübtədadır. Köməkçi hissəsi keçin mübtədadan əvvələ. Ona görə 4 olmaz. 3 düzgün cavabdır. Çünki who mübtəda bağlayıcı. Bağlayıcıdan sonra nick mübtəda. Mübtədadan sonra da xəbər gəldi. Heç bir problem yoxdur. 2 yanlışdır. Çünki biz bağlayıcıdan sonra birbaşa xəbər verə bilmərik. Whom Nick is arguing olmalı idi. Amma burada bağlayıcıdan sonra nick gəlməli idi. Birbaşa xəbər verib deyə yanlışdır. Birə baxırıq, bir düzgün cavabdır. Çünki burada with nick verib, bu tamamlıqdır. Who özü mübtəda rolunu oynayır və who'dan sonra birbaşa da xəbər də gələ bilər. Heç bir problem yoxdur. Bir düzgündür. Cavabımız 1, 3, C variantı olacaq. Davam edirik 126-cı sualına. 126-da baxırıq. Yenə də 4 yanlışdır. Çünki Jack mübtədadır. Is keçin mübtədadan əvvələ. Cümlənin ortasında biz bağlayıcılardan sonra köməkçi hissəsi verə bilmərik. 3 düzgün cavabdır. Bu sual bağlayıcı. Ondan sonra Jack mübtəda gəlib. Problem yoxdur. 2 yanlışdır. Çünki whom bağlayıcıdır və bağlayıcıdan sonra biz mübtəda plus xəbər verməliydik də. 2 yanlışdır. Bir düzgündür. Who özü mübtəda rolunu oynayır. Biz sual cümlələrində də keçmişdik ki, who ilə what cümlənin mübtədası ola bilər. Who canlılara aid olur, what da cansızlara aid olur. Ona görə cavabımız 1, 3, D variantı olacaq. 127-yə baxırıq. 127-də baxıram. E variantında və bağlayıcısından sonra did köməkçi hissəsi gəlib. When'dan sonra yenə də has verib deyə D variantı da yanlışdır. Why sual köməkçi hissəsi bağlayıcısından sonra köməkçi hissəsi gəlib deyə C də yanlışdır. Cavabımız olacaq A variantı. B niyə yanlışdır? B-də if bağlayıcısından sonra mübtəda gəlməlidir. Burada isə birbaşa xəbər gəlib. Biz cümlənin ortasında bağlayıcıdan sonra birbaşa xəbər verə bilmərik. Mübtəda plus xəbər olmalıdır deyə B variantı da yanlışdır. 128-ə baxırıq. Ask plus zət olmaz. D variantı yanlışdır. Where bağlayıcısından sonra köməkçi hissəsi gəlməz. Y səhvdir. C variantında why did yox, why he miss olmalıydı. Missed olmalıydı deyə yanlışdır. When'dan sonra have has işlədilmir deyə yanlışdır. Cavabımız olur A variantı. 129-cu sualda baxırıq. Ask plus that olmaz. Burada heç zət də yoxdur. Y variantında when'dan sonra did köməkçi hissəsi gəlib yanlışdır. A variantında why'dan sonra does verib biz deyirik. Cümlənin ortasında yenə deyirəm. Köməkçi hissəsi mübtədadan əvvələ keçməz. A variantı yanlışdır. C variantında why had yenə də he mübtədadır, had keçin mübtədadan əvvələ C də yanlışdır. B variantında əslində quruluşuna görə düzgündür. Sadəcə olaraq belə deyək də askın edi var, keçmiş zamandadır. Burada isə has indiki zamandır. Ona görə B də yanlışdır. Cavabımız olur D variantı. 130-cu suala baxırıq. Bilirik ki, yenə də deyək, suck feili özündən sonra ing-li, yəni gerund tələb eləyir. Ona görə baxırıq, bir düzgün cavabdır. Biri götürürük. İkinci suala baxırıq. İkinci sualda suggest you verib. Biz dedik ki, suggest feili özündən sonra tamamlıq almır. 2 yanlışdır. Zət gələrsə, zətdən sonra should modal feili gələ bilər. Heç bir problem yoxdur. 3 düzgündür. Suggest özündən sonra tamamlıq almır deyə 4 də yanlışdır. Cavabımız 1, 3, Y variantı olacaq. 131-ci suala baxırıq. Suggestdən sonra gerund gəlir. Bir düzgün cavabdır. Tamamlıq gəlmir. 3-ü və 4-ü çıxırıq. We should verib 2 düzgündür. 5 də düzgün cavabdır. Cavabımız 1, 2, bir də 5 olacaq Y variantı. Suggest feili özündən sonra tamamlıq almır. Suggestdən sonra biz ancaq ing-li feil verə bilərik. Yəni gerund işlədilir. Və biz suggest plus zətdən sonra mütləq ya indiki zaman olmalıdır, ya da ki should modal feili işlədilməlidir digər cümlədə. 132-də də recommend feili də eyni suggestlə eynidir. Recommend ing olmalıdır. 2 düzgün cavabdır. Özündən sonra tamamlıq almır. 3-dən 4 variantlardan çıxırıq. Elə cavabımız olacaq 1, 2, bir də 5 B variantı. Baxırıq 133-ə. 133-cü sualda ask feili ümumiyyətlə yadımızda saxlayaq ki, ask bir forla işlədilə bilər. Ask. Peki. Deməli uşaqlar, ask for, bir də boş ask. Yəni belə deyək, ask for sözündən də ola bilər. Askı biz
boş da verə bilər. Yəni özündən sonra heç bir sözünü gəlməyə də bilər. Askdan sonra for gəlsə, fordan sonra mütləq yadımızda saxlayırıq ki, cansız isim olmalıdır. Cansız isim. Əgər askdan sonra for gələrsə. Amma askdan sonra for gəlməsə, yəni boş askın özündən sonra biz canlı isim verərik. Canlı isim. Yadımızda saxlayaq ki, canlı isim olmalıdır. Yəni belə deyək, ask plus for cansız isim. Askın özündən sonra isə canlı isim gəlsə biz orada heç bir sözünü işlətmirik. Baxırıq birinci suala. Bir də görürük ask assistant verib canlıdır deyə askdan sonra yəni burada for verməyib də bir düzgün cavabdır. İşdə baxırıq ki ask me turn. Yəni askdan sonra obyekt varsa ikinci tərəf to olmalıdır. Yəni to turn olmalıdır. Ona görə 2 yanlışdır. Ask me to look 3 düzgün cavabdır. 4 də yanlışdır. Çünki ask me not to park olmalıydı. Orada isə to'suz fe'l verib deyə cavabımız 1, 3, B variantı olacaq. Ask for kimdənsə nəysə bir şeyi istəmək mənasında gedir. Ask isə xahiş etmək, soruşmaq deməkdir. Ask for isə nəsə bir şey istəmək mənasında istifadə olunur. Yəni mənasına görə fərqlənir. Ask soruşmaq, xahiş etmək, ask for isə nəsə bir şeyi istəmək kimi istifadə olunur. 134-də baxırıq. Baxıram burada suggest me going verib. Ümumiyyətlə suggest fe'li özündən sonra 4 səhvdir. Tamamlıq tələb eləmir. Yəni tamamlıq almır deyə yanlışdır. Baxırıq 3 suggest that verib. 3 try indiki zamandadır. Problem yoxdur. 3 düzgün cavabdır. Baxırıq burada he told I try. Ümumiyyətlə yadımızda saxlayaq ki told me that deyə bilərsən və yaxud da he told yəni belə deyək də he told me. Yəni mən götürüm tolddan sonra birbaşa mübtada verim. Bu artıq yanlışdır, düzgün deyil. Amma say plus that verə bilərik. Bir düzgün cavabdır. Cavabımız 1, 3, B variantı olacaq. 135-də suggest that I should verib bir düzgün cavabdır. Say to me olmalıydı. Biz bilirik ki say özündən sonra həmişə to tələb eləyir. Ona görə 2 yanlışdır. 3də suggestdən sonra obyekt varsa orada belə deyək də suggest özündən sonra obyekt almır. Ümumiyyətlə 3 yanlışdır. Ayıncılı fe'l gəlib, gerund gəlib deyə 4 düzgündür. Cavabımız 1, 4 D variantı olacaq. 136-da recommend that we should bir düzgün cavabdır. Told that ifadəsi deyilən bir ifadə yoxdur. Recommenddən sonra ayıncılı fe'l gəldi 3 düzgün cavabdır. Recommend özündən sonra tamamlıq almır deyə 4-də yanlışdır. Cavabımız 1, 3 C variantı olacaq. 137-yə baxırıq. Deməli, bir düzgün cavabdır. Ask özündən sonra to'lu fe'l tələb eləyir. Asked not too close olmalıydı. 2 yanlışdır. Suggest'dən sonra biz gerund veririk. 3 yanlışdır. Asked me too close düzgün cavabdır. Cavabımız olur 1, 4, B variantı. 138-ci suala baxırıq. Suggest özündən sonra ayıncılı fe'li tələb edir. Bir düzgün cavabdır. Suggest that we have problem yoxdur. 2 düzgün cavabdır. 3də baxırıq. Suggest have yox, having olmalıydı deyə. Ona görə 3 yanlışdır. 4də də suggestdən sonra biz gerund veririk. Yəni ayıncılı fe'l gəlir deyə cavabımız 1, 2 A variantı olacaq. 139-cu sualda suggest trying olmalıydı. 1 yanlışdır. 2 düzgün cavabdır. 3də order fe'li özündən sonra to'lu fe'l tələb edir. 3 yanlışdır. Recommend 4 düzgün cavabdır. 5də də suggest we should verib deyə 5də düzgün cavabdır. Cavab 2, 4, 5 D variantı. 140-cı suala baxırıq. Ask me for a sweet verib bir düzgün cavabdır. Little boy ask sweet cansız dedi. Ask for verməli dedi. 2 yanlışdır. 3 düzgün cavabdır. 4də də ask copy of the letter. Burada cansız dedi. Ask for deməli idi. Yanlışdır. Cavabımız 1, 3 C variantı olacaq. Davam eləyək 141-ci sualına. 141-də baxırıq. Deməli, ask for me olmaz. Çünki askdan sonra me canlıdırsa biz orada for yox, ask me deməliydik. Ask özündən sonra to'lu fe'l tələb edir. Ayıncılı fe'li olmur deyə B variantı yanlışdır. Ask for a glass olmalıydı deyə C yanlışdır. Ask me to give olmalıdır deyə D yanlışdır. Cavabımız olacaq Y variantı. 142-ci suala baxırıq. Deməli, I said that. Set keçmiş zamandadır deyə biz ümumiyyətlə B və C variantlarını çıxarıq. Bu indiki zamandır.
D variantı yanlışdır. Çünki would bilirik ki köməkçi hissəsidir və biz would köməkçi hissəsidirsə, ondan sonra mütləq bir əsas feil olmalıdır cümləmizdə. Məsələn, be olmalı idi, amma burada be yoxdur deyə yanlışdır. A və Y variantları arasında qalırıq. Cavabımız olacaq Y variantı. Tərcümə ilə A variantı uyğun gəlmir. Çünki deyir ki, mən dedim ki, o gün elə dumanlı da deyildi, digər gündən. Yəni dünənki gündən yox, digər gündən elə də dumanlı deyildi. A variantı yanlışdır. Cavabımız Y variantı olacaq. 143-cü suala baxırıq. Told zət ifadəsi yanlışdır. A variantı olmaz, B variantı da olmaz. Told his mother that. Burada told keçmiş zamandadır, is indiki zamanda. C variantı da yanlışdır. His mother he was going. Burada tomorrow olmaz, the next day olmalıydı deyə D variantı da yanlışdır. Cavabımız Y variantı olacaq. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizə bir faydam toxundu.